Şah İsmailin bayrağındakı bu element Azərbaycan ordusunun ilk döyüş bayrağında da yer almışdı. Bu bir təsadüfdür. Gəlin baxaq. Hərbi nazir General Mehmandarov 1919-cu il dekabrın 8-də piyada və süvari alayları, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının təsviri barədə qərar imzalamışdı. Maraqlıdır ki, hamı üçün eyni döyüş bayrağı təsdiqlənmişdi. Döyüş bayrağı mavi rəngli idi. Lentləri isə qırmızı və yaşıl rənglərdən hazırlanmışdı. Bu üç rəng dövlət bayrağımızı simvolizə edirdi. Döyüş bayrağının yuxarı sol küncündə gümüşü saplarla 8 güşəli ulduz və aypara çəkilmişdi. Maraqlıdır ki, Səməd bəy Mehmandarov əmrdə 8 güşəli ulduzu Azərbaycan ulduzu adlandırmışdı. Bayrağın bir üzündə ərəb əlifbası ilə Azərbaycan sözü, o biri üzündə isə Qurandan ayə, Allahdan kömək olarsa qələbə yaxındır yazılmışdı. Yeri gəlmişkən, bu Quran ayəsi həm Şah İsmailin, həm də Qacar dövrünün bayraqlarında da rast gəlinir. Eyni zamanda Şah İsmailin bayrağında Azərbaycan ulduzu da yer almışdı. Buna tarixi yaddaşın və dövlətçilik ənənəsinin davamlılığı demək olar.